Dostlar salam bir daha. Bugün inşallah İsmail rayon ərazisində yerləşən Tağlabiyan kəndi Şahdağ Milli Park ərazisindən inşallah yolumuz olacaq Niyaldağ zirvəsinə. Gözəl mənzərə ilə, gözəl təbiət yürüyüşündən inşallah gözəl yol, gözəl yerlər çıxdı, çəkəcəm, paylaşacağım. Belə inşallah davam eləyək. Kemal qardaşım da mənimlədir. Azərbaycanın da demək olar ki 90%'ini gəzmiş insan. Bu gözəlliklə davam edirik. Bu yolla Niyaldağ zirvəsinə. Yol o qədər möhtəşəmdir. Qəşəng meşən yolu. Yəni ki at araba yolu bura. Buradan indi getdiyim yoldan deməli Tağlabiyandan Zərnaviyə yol gedir. O vaxt araba ilə atla gedib gəlirlər. Bu həmin yoldur bura. Dağ yolu, meşə yolu. Çox gözəl. O tərəfdə də Niyal aşramı silsiləsi görsənir. Hələ ki kəndin ərazisindəyik, kəndin üstündə gedirik, belə deyək. Qabaqda bulaq olmalıdır. O bulaqdan da su ehtiyatını götürüb davam edirik inşallah Niyala. Bu da bütün Şahdağ Milli Parkında olan bölmələrdə belə bir xəbərdarlıq edici bir lövhədir. Amma yolu qəşəngdir, Kemal. Yolu çox gözəldir. Bir də qabaqda göstərəcəm. Haradakı Zərnaviyə yolu ayrılır, haradan Niyala çıxır. Amma sakitçilik, gözəlliyidir də. Gel. Oy, sen ne gözəlsən belə. Oyunlar getdi hamısı. Dostlar, gəldi tutuq. Bax, qurtdu bulağa. Bu da qurtdu bulaq. İçəlim olsun. Yolumuz bu tərəfə inşallah. Süper, qəşəng. Sən görsənlər buradan Niyal. Şəhərin içində elə bir gözəl yerə gəlib çıxmışıq. Bax oradan lap qəşəng görsənir. Gözəldir, gözəl. Haradasa 2 kilometr qalmış yola bax. Şimdi çıxırıq bax belə bir yola, yol ayrıcına. Bu gedir Niyaldağ aşrımına. Bu gedir Zərnava kəndinə, dağ yolu ilə. Bu da gəlir Tağlabiyanına. Yəni gözəlliyə baxın burada. Yəni gözəlliyə baxın, çıxın təpiyə baxın. Bəh. Hə, yol bax buradır. Niyalın yolu bax düz 2 kilometr indi oldu. Düz 2 kilometrin dışında bax Tağlabiyanla işarənin yanından Milli Park ərazisi işarəsinin yanından. Bax düz bu təpiyə haradakı yol ayrılır. Zərnaviyə bax gedir aşağı ilə. Zərnava kəndi. Bu da Niyaldağın özü bax buradan da asılan mənzərələr. Bu yolla davam edəcək meşənin içinə. Sonra orada Qızıltəpə deyilən bir yeri var. Qırmızı təpə daha doğrusu. Bax ora. Oradan da çıxacaq zirvənin üstünə. Yəni buranın gözəlliyinə baxın. Süper. Bax bu meşənin çıxandan sonra Niyaldağ zirvəsində yamacın özü başlayır. Sakitçilik, gözəl dağ meşə yolu. İnsanın ruhu sakitləşir. Gözəldir də, yolu gözəldir.
Gözəllik. Artıq meşənin içində dik yol başlayır. Bax buraya. Birazdan meşə zolağı bitəcək. Bununla başlayacaq. Dağın özü zirvə yamaz belədir. Şaş, buradakı o havanın gözəlliyi, nə bilim, buradakı ağrını sizə göstərə bilirdim. Daha doğrusu duya bilirdim. Süper. Süper, süper. Süperdi. Çox qəşəngdir həqiqətən. Paltarımı dəyişeyim burada. Başqa paltar giyinəcəm. Benim tutsan. Evet, tamam. Şu demek söylüyor ya muhakkak. Adamı çevirmezsen önce. Bunu qoyacağım burada, qaydanda götürəcəm. Dostlar, paltarımı dəyişdim, tər idi bütün. Astım oradan. Olsa bu yolla qaydacağım. Bu paltarlarım qurusun. İnşallah davam edirəm. Bax buradan artıq görsənən yol dağı bax. Buradan da çıxacaq ora, biz yuxarı. Gedə Kamal. Ya Allah. Demək olar ki, avqustun axırları da təsəvvür edin, bura iyun ayında necə gözəl olur. Hər bir gül çiçək. Ən çox getmək istədiyim marşrutlardan biri də bu idi. Bir dənə də onu deyim. Yəni bunu mücdən çıxıb yenə yalın üstünə. Oradan da getmək olar. Dostlar nə tər deyirlər? Azanda sən o deyilsin, Snickers. Bu ən gözəl yorğunluğu çıxardan. Özü bu mənzərədən. Evet dostlar, bax. Meşə zolağı qaldı, qutardı. Bu çəmənliklərə. Çəmənli deyəndə yəni avqust olduğuna görə çəmən azdı. Bunu falan çatmalar artıq çəmənlik sayılır. Dolay yolla cığırla inşallah sazon yol zirvəsinə. Bu gözəlliyə baxın, buna baxın. İsmail'in gözəl kəndləri. Gözəlliyə baxın sizlərə burada. Güllərə baxın. Eləmək lazımdır. Hələ o yuxarı çıxacaq. Arxada gördüyünüz yerə. Bunlar çıxdığımız. Zərnava kəndidir, oğla Zərnava kəndi. Bu Zərnava kəndindən mən o ağ yol bilmirəm, görsənir yoxsa. Oradan çıxmışam o təpənin başına, oradan da düşürəm oraya. O marşrutu da bitmişəm. İnşallah bir də gedib çəkəcəm YouTube üçün. Gələn qanma, inşallah. Yaşa burada üç kəndi var, sirtində bir tərəfimizi. Biz də gəldiyimiz Tağlabiyan o Mişq olan yer.
Ortağlıqdan kəndidir. Biz oradan başlamışıq yürüyüşə meşənin içinə. Belə. Buradan inşallah qalxırıq ora. Oradan da bir hardasa 20 dəqiqəlik yol var. İşte buranı. Bir də bu yolun ən çətin, biraz təhlükəli hissəsi bu. Yol çıxacağım yerdir. Baxın. Böyle daşlıqlı. Sərt yağmışdır. Oranı görürsünüz. Çok sıkın olub. Buralar dağılıb gedir. Ən çətin hissələri buradır. Biraz ehtiyatlı olmaq lazımdır ki, bizə gəlsə. Qarlar ramın ayağının altında sürüşür. Mənzərə gözəldir də, superdir, super. Həyatdır, həyat. Bu istiqamətləri, yolun yəni bu tərəfləri çox çətindir. Burayla çıxmışıq. Hələ çıxacaq yuxarı. Su içeyim. Oh. Su həyatdır, həyat. İnşallah gedəcək hələ ki 2 saata yaxında çıxdığımız, yəni kətdən bura 2 saatlıq yolda. Amma biz dayana gəlir, çəkilir, video çəkilir, ona görə dayanmadan gəlsəz, yəqin ki az olar. Bəh, bəh, bəh. Artıq Vişqada görsəndi zirvəsi, gözəllik. Saat göstərdi, 5 kilometrdir gəlirəm. Demək olar ki, Vişqanın yanına 5 kilometrdir Dağlab yanından. Gözəl Niyal dağ zirvəsi. Gözəl mənzərə. Gözəl mənzərələr. Zirvənin özü. Bulutlar. Niyal dağ zirvəsi. Yaylaqdır da bilirsiniz. İnsanlar da otluyor. Bax, Babadağ. Babadağ zirvəsi tam görüşür bulutların solunda arada bax. Babadağ zirvəsidir. 3 dənə bax təpəci göstərir. Babadağ dağıdır. Bu bellə aşıb geçsən, Dumburnu aşağı lahıcıdır. Niyal dağ zirvəsi. Dostlar, demək 5 kilometr bax buradan, bu plakatdan Dağlab yanında. Şahdağ Milli Parkının ərazisindən yanın zirvəsində 5 kilometr təxminən, orada ola bilsin ki 300-200 metrə fərq eləyər. O belə, yəni buradan 2 saat yarım bir tərəfin biz getdik. Orta çətin, biraz orta çətindən də biraz çətin, çünki təhlükəli yerləri var. Ayaq geyimi normal olmalıdır. Belə. Sonra deyim, bax buradan o tərəfə hardasa 10 dəqiqəlik məsafədə 500 metr o tərəfə bulaq var. Ondan sonra bulaq yoxdur, su yoxdur. Yəni kim gəlsə su ehtiyatını axırıncısı orada götürəcək. Bu plakatdan o tərəfə bulaq var meşənin içində belə. Sağollaşıram. Allah amanında olun. Kim izlətsə təşəkkür edirəm. Abunə olun, dəstək olun, like eləyin. Allah amanında olun. İnşallah başqa yerlərdən, başqa gözəl məkanlardan, daha gözəl yerlərdən, daha qəşəng yerlərdən inşallah Allah qismət eləsin videolar çəkin, paylaşım sizlərə baxın. Oldu, Allah amanında sağ olun.